Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün biz tam ətraflı əbob və əkobun tapılması barəsində danışacağıq. Birinci, başlayaq sadəsindən. Misal üçün, ilk öncə əbobdan başlayırıq. Əbob. Bilirik ki, öyrənmişik ki, əbob nədir? Ən böyük ortaq bölən. Ən böyük ortaq bölən. Əkob isə ən kiçik ortaq bölünən. İndi birazdan ona gələcəyik. Əsas birinci əbobdan başlayaq. Əbob dedik ən böyük ortaq bölən. Və əbobun hesablanması necədir? Yazırıq əbobun hesablanması. Birinci qayda olaraq, ədəd, verilən ədəd sadə vurğulara ayrılır. Sadə vurğa ayırırıq. Sadə vurğa ayrılır. İkinci, ortaq vurğulardan hansının qüvvəti kiçikdirsə, onlar seçilir. Yəni, vurğa ayırandan sonra ən vacib xüsusiyyət baxın buradadır. Qüvvəti kiçik olanlar seçilir. Ortaq olmayanları biz götürmürük. Ortaq olmayanlar götürülmür. Üçüncü isə gedişatda üçüncünün ən sonda nə edirik? Seçdiyimiz qüvvəti kiçiklər və ortaq olmayanları götürmədik. Bu ayrı. Seçdiyimiz qüvvəti kiçiklərin hasilini tapırıq. Hasili tapılır. Nümunə, misal üçün verilib əbob. Tutalım olsun 36, 54. Əla. Birinci nə etməliyik? Sadə vurğulara ayırmalıyıq. 36-nı sadə vurğulara ayırırıq. 2-yə 18, 2-yə deməli 9, 3-ə 3, 3-ə 1. Və buradan alırıq ki, sən demə 36 bərabər imiş nəyə? 1, 2. 2-dən nə qədərdir? 2 dənə yazdım. 2 üstü 2. Vurulsun. 3-dən nə qədərdir? 2 dənə. 3 üstü 2. Bu hazır. Sonra 54-ü yazırıq. 54-ü bölürük. 2 yerə bölsəm, deməli 27. 3-ə bölsəm 9. 3-ə bölsəm 3. 3-ə 1. Və yenə də alıram ki, sən demə 54 nəyə bərabər imiş? 2-dən bir dənədir. 2 üstü 1. Vurulsun. 3-dən 3 dənədir. 3 üstü 3. Əla. Və öyrənmişdik ki, qüvvəti kiçik olanlardırsa, deməli, əgər əbob hesablayırıqsa, əbob, qüvvəti kiçikləri götürəcəyik. İndi baxıram nəyə? İkilərin içərisində qüvvəti kiçik hansıdır? 2 üstü 1. Əla. Vurulsun. 2 ilə işim bitdi. Gəlirəm 3-lərə. 3-lərin içərisində qüvvəti kiçik hansıdır? 3 üstü 2. Vəssalam. 2 üstü 1, 2-dir. 3 üstü 2, 3 vur 3 deməkdir. Yəni 9. Bərabərdir 18. Vəssalam. Deməli, 36 və 54-ün əbobu olacaq neçə? 18. Belə. Bir digərini hesablayaq. Misal üçün, bu dəfə hesablayaq. Əbob. Tutalım olsun 18, 60. Deyir ki, bunun əbobunu tapın. Yenə qayda olaraq 18-i vurğulara ayırdım. 2, 9, 3-ə 3, 3-ə 1. Sonra 60-ı ayıran vurğulara 2-yə 30, 30-u 2-yə 15, 15 3-ə 5, 5 5-ə 1. Əla. Və gəlirik vurğulara ayırma şəklində yazırıq. Sən demə 18 nəyə bərabər imiş? 2 üstü 1, 3 üstü 2. Hərəsindən neçə dənəsə qüvvətə yazırıq. 60 da nəyə bərabər imiş? 2 üstü 2, 3 üstü 1, 5 üstü 1. Aha, indi gəlirik nəzəri məlumata. Biz dedik ortaq olmayanları nə edirik? Götürmürük. Aha, hamısının deməli 2-nin ortağı var. 3-ün var, amma 5-in yoxdur. Atdım 5-i.
Gəlirəm yenə hesablama qaydasına. Birinci ikilərdən baxaq. İkilərin qüvvətləri içərisində ən kiçik hansıdır? 2 üstü 1. Düzdürmü? 2 üstü 1'i götürdüm. Vurulsun. Üçlərə baxıram. Üçlərin içərisində qüvvəti kiçik hansıdır? 3 üstü 1. Vəssalam. 2 üstü 1 2'dir. 3 üstü 1 3'dür. Deməli neçədir cavab? 6. 18 ilə 60'ın əbobu olacaq 6. Ümidvaram ki, bunu başa düşə bildiniz. İndi misal üçün 3 dənəli olana baxaq. Tutalım verilir ki, əbob. Burada xüsusi bir qayda var. Deməli olsun 40, 50, 60. Düzdürmü? Misal üçün bizə verilir belə. Biz burada bilirik ki, 40 nəyə bərabərdir? 8 vur 5 də 40. Elə 40'ı bölək vuruqlara ayıraq ya da. 2'yə böldüm 20. 2'yə böldüm 10. 2'yə böldüm 5. 5 5'ə 1. Aldım ki 40 bərabər imiş nəyə? 2 üstü 3 vurulsun 5 üstü 1. Sonra gəlirəm 50'yə. Vuruqlara ayırıram. 2'yə 25. 25 5'ə 5. 5 5'ə 1. Aldım ki 50 bərabər imiş nəyə? 2 üstü 1, 5 üstü 2. Və ən sonunda gəlirəm 60'a. 60'ı vuruqlara ayırıq. 2'yə 30, 2'yə 15, 3'ə 5, 5 5'ə 1. Və aldıq ki 60 da nəyə bərabər imiş? 2'dən neçə dənədir? 2 dənə. 2 üstü 2 vurulsun. 3'dən 1 dənədir. 3 üstü 1 vurulsun. 5'dən 1 dənədir. Aha. Burada necə olacaq? Deməli yenə də baxırıq. Üçlərin içərisində, deməli, ikilərin içərisindən qüvvəti kiçik hansıdır? 2 üstü 1. Düzdürmü? Olacaq. 2 üstü 1 götürürük. 2 üstü 1 vurulsun. 5'lerin içərisinə baxırıq. Baxın 5 burada var, bir də buradadır. Düzdürmü? Hansıdır qüvvəti kiçik olan? 5 üstü 1. 5 üstü 1. Əgər 2 dənədirsə, 1'ini götürəcəyik. Yəni burada diqqətli olun. Və 3'ə baxıram. 3'ün ortağı yoxdur axı. Deməli, əbobdadırsa, ortağı yoxdursa götürmürük. Vəssalam, olacaq 10. Ümumiyyətlə, belə də yadda saxlaya bilərik ki, görürsünüz, 40, 50, 60, əbob 10 olacaq. 70, 80, 90, əbob 10'dur. Tutalım 20, 30, 40, 10, 20, 30, hamısı əbob nə olacaq? 10 olacaq. Bu belə. Sonra əsas vacib əbobda qaydalarımız var, onlardan qeyd edək. Biz burada danışacağıq qarşılıqlı sadə ədədlərdən. Yəni, qarşılıqlı sadə ədədlər nədir? Ortaq bölənləri yalnız 1. Yəni, belə deyək, tərif kimi belə qeyd edə bilərik. Ortaq bölənləri yalnız 1 olan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Belə ədədlərin əbob, misal üçün, A, B bərabər olacaq nəyə? 1'ə. Yəni, qarşılıqlı sadə ədədlər dedik nəyə deyil? Ortaq bölənləri yalnız 1 olmalıdır. Misal üçün, əbob, misal üçün 8, 9. Deyəcək bunun əbobu nədir? 1. Tutalım 2'yə baxırıq. İkinci yazıram. Əbob 15, 16. Deyəcək əbobu nədir? 1. Sonra qeyd kimi yaza bilərik. 1 istənilən ədədlə qarşılıqlı sadədir. Qarşılıqlı sadədir. Qarşılıqlı sadədir. Misal üçün, əbob, belə qeyd edək əvvələn. Əbob, burada istənilən bir natural ədəd 1 ilə yazsaq qarşılıqlıdır və 1'dir. Misal üçün yaza bilərəm əbob. 1, 20. Əbob nə olacaq? 1. Tutalım yazıram əbob. 1, 9. Nə olacaq əbob? Təbii ki, 1 olacaq. Sonra ardıcılla 2 ardıcıl natural ədəd, 2 ardıcıl tək natural, 2 ardıcıl cüt natural ədədlərdə bəs necə olur? Onu qeyd edirik. Birinci qeyd eləyək. 2 ardıcıl natural ədəd. Natural ədəd. 2 ardıcıl natural ədəd. Birinci bunu qeyd edirik. Misal üçün, ilk öncə düstur formasında yazaq. Əbob. Biz ardıcıl natural ədədləri necə qeyd etmişdik? N plus 1,
n plus 2, düzdürmü? Bu formada. Ardıcıl ha. Ardıcıl cüt yox, ardıcıl tək demirəm hələ. Ardıcıl deyirəm. Yalnız ardıcıl. N-ə 1 versək, bu olacaq 2, bu olacaq 3, bu olacaq 4. Deməli 4, düzdürmü? N-ə 1 versək. 2 ardıcıl natural ədəd üçün necə olacaq? Bu seçdiyim ədədləri yerinə yazsam, n plus 1 bərabər nə olacaq? 1-ə. Yəni, misal üçün, əbob istənilən ardıcıl ədəd deyək. 9, 10, 10, 11, 14, 15, 17, 18, nə bilim, 61, 62 belə deyək. Olsun 9, 10. Ardıcıldır mı? Əbobu nə olacaq? 1. Sonra əbob tutalım ki 14, 15. Əbobu nə olacaq? 1. Tutalım olsun əbob 23, 24. Nə olacaq bu ifadənin əbobu? 1. Bu oldu ardıcıl naturala aid. Görürsünüz, həqiqətən də ardıcıldır. Bax, ardıcıl ədədlərdir. Sonra yazıram, deməli, 2 ardıcıl tək natural üçün necə olacaq? 2 ardıcıl tək natural. 2 ardıcıl tək natural üçün necə olacaq? Biz 2 ardıcıl tək natural ədəd necə qeyd etmişdik? 2n plus 1, 2n plus 3, 2n plus 5, düzdürmü? Hamısı bunlar nədir? Ardıcıl, istənilən, yəni 2 ardıcıl tək natural ədəddir. Və istənilən 2 ardıcıl tək natural ədəd qarşılıqlı sadədir. Və düstur kimi formasında yazsaq, əbob, baxın bunların ikisini götürsəm, 2n plus 1, 2n plus 3. Bilirəm ki, bunlar ardıcıl tək natural ədəddir axı. Yazaram misal üçün əbob 9, 11. Ardıcıl təkdirmi? Əbobu nə olacaq? 1. Sonra əbob tutalım ki 13, 15. Əbobu nə olacaq? 1. Bu belə. Bu aid oldu nəyə? 2 ardıcıl tək natural. Bayaqçı ardıcıl natural ədəd idi. Bu ardıcıl tək natural ədəddir. Və sonuncu qeyd edirəm hansı olacaq? 2 ardıcıl cüt natural ədəd üçün. 2 ardıcıl cüt natural ədəd üçün. Ədəd üçün. Bu zamanda nə olacaq? Misal üçün yazıram əbob. Əbob. Biz 2 ardıcıl cüt natural ədəd necə qeyd etmişik? 2n, 2n plus 2, 2n plus 4, 2n plus 6, düzdürmü? İndi gətirib burada ikisini yazsam, 2n, 2n plus 2. Və 2 ardıcıl cüt natural ədəd üçün əbobumuz nə olacaq? 2. Bax, buna diqqət edərsiniz. Yaxşımı? Misal üçün qeyd edirəm əbob. İstənilən 2 dənə cüt ardıcıl. Misal 8, 10. 8 ilə 10'un əbobu artıq nə olacaq? 2. Olsun tutalım. Əbob 16, 18. 2 ardıcıl cüt natural ədəddirmi? Bəli. Və 16 ilə 18'in əbobu artıq nə olacaq? Olacaq 2. Bu da belə. Sonra nəyə qeyd edə bilərik? Yazıram ki, misal üçün yox, bir qeyd yazaq. Yazaq ki, B ədədi A ədədinin B ədədi A ədədinin bölənidirsə bu zaman yəni B A-nın bölənidirsə nə deməkdir? Yəni A böl B bu şəkildədirsə əbob nə olacaq? Əbob A, B. Əbobumuz nə olacaq? B-nin yerində duran qiymət. Misal üçün, əbob 4, 8. Belə. Yəni, belə qeyd etməyək, qoy belə yazaq da. 8, 4 yazaq. Çaşmayasınız deyə. B-nin yerində çünki 4-dür baxı. Yaxşımı? Yəni, dərhal burada 4, 8-in bölənidir axı. Düzdür? 4, 8-in bölənidir. Artıq əbob nə olacaq burada? 4 olacaq. Və yaxud yazıram, əbob, tutalım olsun, 6 ilə 24-dür də normalda, 6 ilə 24 yazmalıyam. Amma B-yə nəzərən çaşmayın deyə yazıram nə? 24, 6. Deməli, 6, 24-ün bölənidir axı, düzdür? Onda bunun əbobu nə olacaq? 6 olacaq.
Sonra biz əlavə əbobla bağlı nə deyə bilərik? Ortaq vuruğu əbob xaricinə çıxartmaq. Düzdürmü? Yazıram misal üçün əbob. XA olsun, KA olsun, belə yazaq da. KA, KB bərabərdir. K-nı əbob xaricinə çıxarsam, olacaq nə? K vurulsun, əbob AB. Baxın bu cür. K-nı çıxartdıq, görürsünüzmü? Qaldı əbob AB. Buna bir nümunə qeyd etsək, misal üçün. Yazaram əbob. Tutalım olsun 8x 9x. 8x 9x. Və bilirəm ki, biz bayaq nə öyrəndik? Ardıcıl ədədlərdir, görürsünüz. Ardıcıl ədədlərin əbobu nə idi? 1 idi. 1-i yazmamışdan qabaq, birinci biz nə öyrəndik? X-ı mötərizə xaricinə çıxartdım, vurulsun, əbob. İndi rahatçılıqla yazaram ki, əbob 8, 9. Və alıram ki, x-ədəki qalır yerində, vurulsun. Bizə əbob ardıcıl ədəddir. Nə verir? 1. Deməli, cavab nə olur? X. Bu belə. Və yaxud ikinci bir əlavə nümunə yazsam, əbob. Tutalım, olsun 20, 60 bərabərdir. Hər ikisindən mötərizə xaricinə nəyə çıxarda bilərik? 10-u, düzdürmü? 10 çıxartsaq, 10 vurulsun, əbob 2, 6 bərabərdir. Deməli, olacaq nə? 10 vurulsun, 2 ilə 6-nın da əbobu bizə nə verir? 2-ni verir, düzdürmü? Bərabər olacaq 20-yə. Bu belə. Əbobla bağlı qeydlərimiz bu qədər. İndi əkobdan danışaq. Deməli, əbobu əvvəldən izah elədik. Ta ki, ardıcıl, iki tək, ardıcıl, cüt natural ədədlər, ardıcıl cüt natural ədəd formasında da qeyd elədik. İndi danışaq əkobdan. Əkob. Yəni, ən kiçik ortaq bölünən. Əbob oldu ən böyük ortaq bölən, əkob oldu ən kiçik ortaq bölünən. Əbobda qüvvəti kiçikləri götürürdük və ortaq olmayanı götürmürdük. Amma əkobda qüvvəti böyükləri götürəcəyik və ortaq olmayanları da götürəcəyik. Misal üçün, birinci əkobun hesablama qaydasını qeyd eləyək nəzər olaraq. Əkobun hesablanması. Yenə də analoji qayda olaraq verilən ədədləri yenə nə edirik? Sadə vuruğa ayırırıq. Sadə vuruqlara ayırırıq. Sadə vuruqlara sadə vuruqlara ayırırıq. 2. Sadə vuruqlara ayırandan sonra qüvvəti böyük olanı seçirik və ortaq olmayanı da götürürük. Ortaq olmayanı da götürürük. Ümidvaram ki, izahımı başa düşürsünüz. Biraz başa düşülən dildə, belə lordu dildə biraz demək istəyirəm ki, tam anlayasınız. Mahiyyəti nədir əsas? Elə oturub avtomat kimi yazmaqdansa, mahiyyətini öyrənsək, istənilən əbob əkobu tapa bilərik çox rahatçılıqla. Deməli, ikinci qaydamız nə oldu? Qüvvəti böyük olanı seçirik, ortaq olmayanı da götürürük. Üçüncü də yenə standart qaydamız nə idi? Hasilini tapırıq. Tapırıq. İndi gələk əkob versin bizə. Bu yazdığımızla uyğun görək necə taparıq. Misal üçün verilib ki, əkob olsun 36, 54. Yenə deyir ki, nəyə bərabərdir? Yenə də tutalım, yazıram. Qaydamız necə idi? Vuruqlara ayırmaq. Vuruqlara ayırıram. 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. Deməli, aldım ki, 36 bərabər imiş nəyə? 2-dən nə qədərdir? 2 dənə. 2 üstü 2
vurulsun. 3-dən nə qədərdir? 2 dənə. 3 üstü 2. Çünki 36 4 vur 9'dur da. Düzdürmü? Bu belə. Sonra 54. Vurgular ayırırıq. 2'yə 27. 3'ə 9. 3'ə 3. 3'ə 1. Aldım ki 54 də nəyə bərabər imiş? 2 üstü 1. 3 üstü 3. Və salam. Gəlib hesablayaq. İkilərin içərisində birinci baxıram. İkilərin içərisində deməli biz dedik əkobda neyini tapmalıyıq? Qüvvəti böyük olanları seçirik, ortaq olmayanı da götürürük. Burada ortaq olmayan yoxdur, hamısı ortaqdır. Və ikilərin içərisində qüvvəti böyük hansıdır? 2 üstü 2 vurulsun. 2 ilə işim bitdi. Üçlərin içərisində qüvvəti böyük olan hansıdır? 3 üstü 3. Və salam. 2 üstü 2 nədir? 2 vur 2, yəni 4. 3 üstü 3 nədir? 3 vurulsun 3, vurulsun 3. 27. Bu da eləyəcək neçə? Deməli 108. Və salam. Deməli əkob 36 54. 36 ilə 54-ün əkobu nədir? 108. Və salam. Misal üçün baxaq bir digərinə. Tutalım bu dəfə olsun. Əkob. Deməli olsun neçə? 48 180. 48 180. Yenə 48-i ortaq deməli sadə vurğulara ayırırıq. 2-yə 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. Çox gözəl. Aldım ki 48 sən demə nəyə bərabər imiş? 2 üstü 3 vurulsun. Deməli üzr istəyirəm. 2 üstü 4. 2-dən 4 dənədir. Vurulsun. 3-dən 1 dənədir. 3 üstü 1. Əla. Sonra 180-i ayırırıq vurğulara. 2-yə 90, 2-yə 45, 45 deməli 3-ə 15, 15 3-ə 5, 5 5-ə 1. Və aldım ki 180 də nəyə bərabərdir? 2 üstü 2, 3 üstü 2 və 5 üstü 1. Çox gözəl. Və qaydamıza əsasən baxırıq. İkilərdən başlayaq birinci. İkilərdən qüvvəti böyük olan hansıdır? Bəli, 2 üstü 4. Burada biraz fərqli düşüb. 2 üstü 4. İkilərlə işim bitdi. 2 üstü 4'ü götürdüm. İkilərlə işim bitdi. Gəlirəm üçlərin içərisində qüvvəti böyük olan. 3 üstü 2 və ortağı yoxdur, amma götürməliyik. Əkobda götürürük. Vurulsun 5 üstü 1. Və salam. 2 üstü 4 nədir? 2 vur 2 vur 2 vur 2. Yəni 16 vurulsun. 3'ün kvadratı nə eləyir? 9 vurulsun. 5 üstü 1 də 5'dir. Bərabərdir nə alırıq? Bu cür hesablamalarda 16'nı 9'a vurub çətinlik çəkməkdənsə ilk öncə bunu vurun 16'ı 5'ə vurun tam çıxsın da belə deyək. Nə olur? 80 olur. 80'i də 9'a vuranda 72, yəni 720. 48 ilə 180 də əkob olacaq 720. Bu belə. Sonra qeyd edirik. Deməli qarşılıqlı sadə olarsa. Bayaq əbobda qarşılıqlı sadə olanda 1'ə bərabər idi. Amma əkobda, əkob misal üçün A, B və qeyd olaraq yazırıq ki, A və B qarşılıqlı sadə. Bu zaman əkob AB nəyə bərabər olacaq? AB hasilinə. Əgər qarşılıqlı sadə ədədlər olarsa, hasil olacaq. Misal üçün, əkob yazıram 8, 15. 8 ilə 15'in dərhal əkobunu nə tapacağıq? Qarşılıq sadə olduğu üçün 8 vur 15. Bu da eləyəcək 120. Sonra misal üçün yazıram. Əkob 9, 20. Nə olacaq əkobu? 9 vurulsun 20. Nəyə bərabərdir? 180. Bu belə. Sonra əkoba da, yəni əbobda necə yazmışdıq? Eyni qaydada. Qarşılıqlı sadə olanda nə olur? Cüt natural ədəd olanda nə olur? Ardıcıl ədəd olanda nə olur? İndi onları qeyd edirik. Əkobda deməli yazırıq 2 ardıcıl natural ədəd üçün. Tutalım olsun. Əkob. Ardıcıl natural ədədləri necə götürmüşdük? N plus 1.
Bu zaman ne olacaq? N vurulsun n plus 1. Yəni, tutalım yazıram əkob ardıcıldır 9 ilə 10 və yaxud 10, 11, 12, 13. Bunlar hamısı ardıcıldır. Ardıcıl olduğu üçün nə olacaq? 9 vurulsun 10. Yəni 90. Sonra əkob tutalım 10, 11. Görən kimi nə yazacaqsan? 10 vur 11. Yəni 110. Və yaxud olsun əkob 7, 8. Görən kimi nə yazacaqsan? 7, 8-in 56. Əkoba aiddir. Əbobda 1 olur. Əkobda hasillər olur. Sonra 2 ardıcıl tək natural ədəd üçün. Tək natural. Bu zaman yazıram əkob. Biz 2 ardıcıl tək natural ədədi necə götürmüşdük? Tək naturalları 2n plus 1, 2n plus 3. Aha, bu zaman necə olacaq? 2n plus 1, yəni burada duran tək ədəd vurulsun, burada duran tək ədəd. 2n plus 3 və salam. Nümunə sualı kimi yaza bilərəm. Misal üçün, soruşur bizdən əkob 9, 11. 2 dənə ardıcıl tək ədəddir, düzdür? Deməli, bunun əkobu nə olacaq? 9 vur 11, yəni 99. Çox gözəl. Sonra əkob misal üçün 11, 13, düzdürmü? Nə olacaq? 11 vur 13. Bu deyir, deməli 141. Sonra 2 ardıcıl cüt natural ədəd üçün. Bu biraz fərqlidir. Deməli, bu necə olacaq? Yazıram 2 ardıcıl cüt. 2 ardıcıl cüt. 2 ardıcıl cüt natural üçün necədir? Əkob yenə 2 ardıcıl cüt natural ədəd biz necə götürmüşdür? 2n, 2n plus 2, düzdürmü? Burada yazdım 2n, 2n plus 2. Bu zaman nə olacaq? 2n vurulsun 2n plus 2 bölünsün 2. Misal üçün verib ki, əkob 2 dənə ardıcıl cüt ədəd verib. 8 ilə 10 verib. Bunun əkobu nə olacaq? 8 vur 10 böl 2. Yəni 40. Baxın, bu da sadə yollardan biridir. Və yaxud əkob 6, 8 verib. Düzdür? Mən bilirəm ki, ardıcıl cüt naturaldır. 6 vur 8 böl 2. Nəyə bərabərdir? 24-də. Və yaxud əkob tutalım neçə olsun? 10, 12. Əla. Deməli, 10, 12. Necə olacaq? 10 vur 12 böl 2. Bu da bizə nə verəcək? 60. Bu da belə. Sonra əlavə qeyd olaraq nə yazırıq? Yazırıq ki, B ədədi A ədədinin bölənidirsə, yəni nə? A böl B-dirsə. Misal üçün, əkob A, B. Bizə nəyə verəcək? A-nı. Misal üçün, 1. Əkob 4, 8. Düzdürmü? Bu zaman, deməli, yenə də qarışdırmayaq deyə yerin tərsinə yazım. 8, 4. Olacaq 8. Çünki 4 ədədi 8 ədədinin deməli bölənidir axı. Düzdürmü? Bu zaman 8 ilə 4-ə əkob nə olacaq? Elə 8-in özü. Və yaxud əkob yazıram 6 ilə 12. Yəni görən kimi dərhal deyəcəksən ki, bunun əkobu nədir? Elə 12-nin özüdür. Bu zaman deməli bunu qeyd edirik. Burada da ortaq vurğu əkob xaricinə çıxarda bilirik. Misal üçün yazıram yenə də əkob KA və yaxud KB olsun. Buradan da K-nı çıxarsaq əkob əvvəl belə yazaq. Əkob AB olacaq AB. Deməli, buna bir nümunə yazsaq, misal üçün əkob 6x 8x. Aha, cütdür. Cütdə nə olurdu? Hasilin yarısı olurdu. Ona gəlməmişdən qabaq x-i çıxardaq mötərizə xaricinə. Vuraq əkob 6, 8. Çox gözəl. X qaldı yerində. Mən də bilirəm ki, ardıcıl cütdürsə, hasillərin yarısı olacaq. Düzdürmü? Vurulsun, deməli, 6 vur 8 böl 2. Nə verir bizə? 24. Və salam, 24x.
6x. Deməli 6x 8x-in əkobu 24x olmuş olacaq. Yəni bu da mötərizə xaricinə çıxartmaq da çox gözəl üsullardan biridir. Biz buna deyirik Evklid algoritmi. Yəni praktik üsulu da qeyd elədik, ənənəvi üsulları da dedik. Yəni bu cür yazdıq. Ümidvaram ki, başa düşdünüz uşaqlar. Zəhmət olmasa videonu bəyənərsiniz. Fikriniz, iradınız nəsə varsa qeyd edərsiniz. Video izahlarımızın davamı olacaq. Digər mövzularla bağlı da video izahlar çəkəcəm. Zəhmət olmasa siz də dəstək olub videonu bəyənərsiniz, paylaşarsınız. Sağlıqla qalın.